Gluten-free qidalar, glutensiz çörəklər, hamı glutensizmi qidalanmalıdır? Gluten kley sözündən götürülüb. O kley bizə nə edir? Çörəyi qəbul eləməsə bu bizdə qəbizlik yaradır. Razı deyiləm, qəbizlik yaratmır. Çörək tam yığışmalıdır. Qatığı yığışdırırıq, süd məhsullarını yığışdırırıq, yoğurtlar, onlar orqanizmdə çürüntü verir. Qatıq da. Bəli. Quyruq yağını yeməyin, kərə yağını yeməyin, bitki yağını yeməyin. Bəs biz nə istifadə edəyik? Yağlı yemək istifadə olunanda öd işləməyə başlayır. Çörəklə, dənli bitkilərin öd işləmir. Və o insanlarda öd durğun olur. Sonra daş əmələ gəlməsi, köp əmələ gəlməsi, xaşı da, pitisi də, quzu əti də yağlı qəbul olunmalıdır. Fast-foodlardan ümumiyyətlə söhbəti açmağa düşünürəm dəyməz, onlar qida deyil. Nə tərkib bəllidir, nə yağlar bəllidir orada. Makaronlar və məşəllər çıxardırıq, bişmələri çıxardırıq, süd qatıq, yoğurtları çıxardırıq. Nə qalır? Kənd döyüsü qalır. Qreçka qalır, bulğur qalır, perlovu qalır, lobiyalar qalır, fasulyalar qalır, mərcilər qalır. Ət məhsulları istədiyiniz təbii ət məhsulu istifadə edə bilərsiniz. Kənd toyuğu, mal əti, quzu əti, hinduşka əti istifadə edə bilərsiniz. Heç bir problem yox. Siz yemədiyiniz orucluq zamanı qidanı səhər, axşam yeməyinə ata bilmərsiniz. Onun məzmunu itir. Əslində ac qalmağın bizim orqanizmimizə heç bir ziyanı yoxdur. Bəli. Saf yemək, təmiz yemək varsa yeyirsən. Harasa getmirsən, yeməyin xoşuna gəlmirsə, sən yeməyi yeməli deyilsən. Ac qalmağı öyrənməkdir. Xoş gördük hər birinizi dəyərli dostlar, dəyərli izləyicilər. Ramazan ayındayıq və istədim ki, Ramazan ayında oruç tutan şəxslər üçün bir maarifləndirici video hazırlayaq. Oruç tutan şəxslər necə qidalanmalıdır, nələr olmaz, nələr olar, bu barədə bugün ətraflı danışacağıq. Studiyamızın qonağı həkim-terapevt Cəmaləddin Bağırovdur. Xoş gördük. Salam. İlkin olaraq Ramazan bayramını təbrik etmək istəyirəm hamını. Oruc çox vacib olan bir məqamdır. Həm müalicəvi baxımından, həm psixoloji və mənəvi baxımından. Yəni ki, onu biz interval qidalanma dediyimiz bir göstərici var. Bəzi hallarda biz pasientlərə onu təyin edirik və nədir? Yəni ki, hansısa bir müddət ac qalmaq. Birinci qida bizim orqanizmdə nə rol oynayır? Bir neçə rol oynayır. Birinci qidalanırıq, deyirik ki, gücə gəldik. Yəni ki, bir qidalı maddələr enerji mənbəyi kimidir. Sonra da bizim bağırsaqda böyük miqdarda mikroblar var. Yəni ki, mən uzun müddət terapevt, mədə-bağırsaq xəstələri ilə çox məşğul olduğum üçün və bağırsaq mikroflorasına çox diqqət yetirirəm. Ona görə də biz qidanı yeyəndə mədəmizdə mikroblar inkişaf edir. Yəni biz təkcə özümüzü yox, bağırsağımızın mikrobları qidalandırırıq. Nə yeyirik, o ikinci sualdır. Ziyanlı qidalar bağırsağımızda ziyanlı mikroblar inkişaf elətdirir. O baxımından orucluğun çox böyük faydası var və mikrob inkişafı sönükməyə başlayır. Oruç tutmağın faydaları nələrdir? İlkin olaraq orqanizmdə ziyanlı hüceyrələr həzm olunur, parçalanır və orqanizmə xaric olunur. Bu prosesin adı autofagiya, Yapon alimi tərəfindən bu termin təklif olunur və ona görə də həmin alim Nobel mükafatı alıb. Autofagiya nədir? Daxili ərimə. Yəni ki, ziyanlı hüceyrələr, toparlanmalar, orqanizm saflaşır və təmizlənir. Bu birinci faydasıdır. İkinci faydası mədə-bağırsaqda mikrobların inkişafını nəzarət altında saxlamaq. Yəni ki, mədədə hər insanda, böyük insanda təxminən bağırsağında bir 2 kiloqramma dək mikroblar var. Bu ziyanlı ola bilər, xeyirli ola bilər. Bizdən asılıdır və bizim qidalanmamızdan və bizim həyat tərzimizdən asılıdır. Və təbii ki, ən əsas məqam, orucluq bizə nə öyrədir? Nəfsimizi idarə etməyi öyrədir. Sən hər dəfə xoşa gəlməyən, ac qalıram deyərək, nəsə bir yemək yeyim deyərək düşünürsənsə, sən səhv yoldasan. Saf yemək, təmiz yemək varsa yeyirsən. Harasa getmirsən, yeməyin xoşa gəlmirsə, sən yeməyi yeməli deyilsən. Ac qalmağı öyrənməkdir. Belə də nəfsi idarə eləməkdir. Əslində ac qalmağın bizim orqanizmimizə heç bir ziyanı yoxdur. Bəli. İnsanlar ac qalmada nə təsəvvür edir ki, mən yemək yemədim, arıqladım, vəziyyətim ağırlaşdı. Belə bir düşüncə var. Amma elə deyil. Bir dəfə öyrənmək üçün onu hər hansı bir axşam yeməyi yemə. Bir həftə. Həftədə 1-2 dəfə tərəvəz qəbul. Bədən ziyanlı kütlələrdən azad olsun. Özü rahat hiss eləyəcəksən. Biraz çəki atırsan və bədən öz normasına gəlib düşür. Təzyiq, şəkərli diabet bizim mövzumuza aid deyil, amma ki, şəkərli diabetdə orucluq təbii ki, onun effekti çoxdur.
Əsasən də ikinci tip diabet təzyiq xəstələri üçün, mədə-bağırsaq xəstələri üçün faydalıdır. Burada Kron xəstəliyi də gedir, xoralı kolit gedir. Xoralı xəstəliklərin aktiv mərhələsində orucluq tutmaq məsləhət deyil. Amma qeyri-aktiv mərhələsində bu tutmaq olar. Həmçinin də elə insanlardakı çəkisi çox olan insanlar, yəni ki, onlar mütləqdir, onlarda başqa bir variant yoxdur. Bağırsaq sağlamlığından danışırıq. Son vaxtlar ən çox eşitdiyim sözlərdən biri də gluten ifadəsidir. Gluten-free qidalar, glutensiz çörəklər, glutensiz ümumiyyətlə məmulatlar marketlərdə də sayı çoxdur. Və də bu gluten nə deməkdir və bunun bizim orqanizmimizə təsiri nədir? Yəni hamı glutensizmi qidalanmalıdır? Çox maraqlı və yaxşı sualdır. Gluten kley sözündən götürülüb. Gluten buğdada faiz nisbəti ilə 80%, məsələn mannada faizlə 50%, yulafda aşağı olur 20%, çövdarda da var. Yəni ki, bütün o bitkilərdə var. Dənli bitkilərin çox böyük hissəsində var. Ona görə də o kley bizə nə edir? Bağırsaqda iltihabi proseslərin yaranmasını sürətləndirir. Biz onu praktikada görürük. Məsələn, xoralı xəstələrin müalicəsində biz gluteni yığışdırmasaq, xəstənin sağalmağı çox zəif və effektsiz olur. Ona görə mütləq olaraq biz qidalanmada gluten free. Nəyə görə axır vaxtlar insanlar çox sual verir ki, bizim dədə-babamız çörək yeyib və hamı çörək yeyib. Axır zamanlar çox oldu. Həddindən artıq çox oldu. Əvvəlki dövrlərdə biraz çörək yeyilirdi, başqa şirniyyatlar gündəlikdə yox idi. İndi gündəlikdə desertlərdir, qazlı içkilərdir, dönərlərdir, laxmaçınlardır. Həddindən artıq çox olub. Və o çoxlu bağırsaqda da çox böyük miqdarda mikroblar və əsasən də göbələk yaradır. Və ona görə də bizim mikroflora, indiki əhali mikroflorası, sağlam mikroflora tapmaq çətindir. Çörəklə bağlı əslində ziddiyyətlər çoxdur. Bəzi mütəxəssislər bildirirlər ki, ümumiyyətlə çörəyi rasiondan çıxarmalıyıq. Amma bəziləri bildirirlər ki, çörəyi qəbul eləməsə bu bizdə qəbizlik yaradar. Buna münasibətiniz necədir? Razı deyiləm. Qəbizlik yaratmır. Çörək tam yığışmalıdır. Mənim düşüncəmlə yığışmalıdır. Əvvəldən insan doğulandan balaca bir hissə yeyirsə, ömrünün axırıncı yeyə bilər. Amma bağırsaqda indiki əhalinin bağırsağında böyük miqdarda mikrob toparlama var. Ona görə də biz onu tam yığışdırırıq və saxlamırıq. Həmçinin orada ağartılar yığışdırırıq, qatığı yığışdırırıq, süd məhsullarını yığışdırırıq, yoğurtlar, probiotiklardan deyirlər zəngindir. Onları da tam yığışdırırıq. Ona görə ki, onlar orqanizmdə çürüntü verir. Qatıqda? Bəli, çürüntü verir. Bəs bu qatığın deyirlər ki, probiotik baxımdan bağırsaqlarımıza xeyirdir, olmasa bağırsağımız sağlam olmaz. Razıyam, probiotikləri var. Amma ki, onun ziyanı laktoza baxımından həzm olunmur. Onu biz praktikada ola bilər ki, sadə bir insan onu hiss eləməsin. Amma ağır xəstələrdə, bağırsaq xəstələrində onlar qatıq yeyə bilmir axı. Amma normal insanlara olar. Çıxarsalar yaxşı. Ramazanda insanları ac qalmaqdan daha çox susuzluq narahat eləyir. Susamamaq üçün biz Ramazanda nə etməliyik? İlkin olaraq ac qaldığımız dövr həm qidasız, həm susuz dövrlərdir. Amma ki, iftar dövründə qəbul olunan qidalar düzgün hesablanılmış qidalar olmalıdır ki, problem olmasın. Nədir bunlar? Mütləq olaraq rasiondan un məmulatları çıxarılmalıdır. Bitki lifləri qəbul olunmalıdır. Ona görə ki, bitki lifləri az-az sorulmağa başlayır. Və ac qalan dövrdə də bağırsağımızda olan, tərkibində olan maye var. Təbii ki, bitki tərəvəz qəbul olunmalıdır. Mütləq olaraq qəbul olunmalıdır, yağlı qidalar qəbul olunmalıdır. Biraz suallar yaranır ki, çox adam bilir ki, yağdan uzaq durun, düz deyil. Yağlı yemək bizim üçün enerji verir. Tibb nöqtə-nəzərdən və dietologiya nəzərdən biz baxsaq, hər 100 qram yağ təxminən 8-9 kilokalori enerji verir bizə. Un məmulatları və zulal 400-450 kilokalori enerji verir. Ona görə də yağlı yemək həm enerjili saxlayır insanı. Üstə gələndə bitki lifləri mütləq olaraq qəbul olunmalıdır ki, o susuzluq hissiyatını yığışdırmaq. Bu bir. İkinci, insanlarda psixoloji baxımından bir dözümsüzlük yarana bilər. İnsanlar oruç tutmaq üçün psixoloji hazır olmalıdırlar. Saata baxıb, saat neçədir mən atılım yeməyi yeyim, yəni ki, o elə oruç tutulmur. Tam nəfsi idarə eləməlisən, tam psixoloji hazır olmalısan, onda heç bir problem olmur.
yağların rasionumuza daxil olunmasının vacib olduğunu vurğuladınız. Bəs hansı yağlardan biz istifadə edirik? İnternetdə də bilirsiniz ki, məlumatlar çox da quyruq yağını yeməyin, kərə yağını yeməyin, bitki yağını yeməyin. Bəs biz nə istifadə edirik? Qidalanmanın əsas prinsiplərindən biri qidalarımız natural olmalıdır. İlkin olaraq istifadə olunan yağlar tavaya vurulursa qızartmaq üçün orada istifadə oluna bilər kərə yağı və quyruq. Başqa hansısa bir yağ vurula bilməz. Ona görə ki, duru yağlar biri yarısı rəfinə olunmuşdur, yəni ki, heç bir effekti yoxdur və ziyanlı maddələri çoxdur. İkinci də soyuq sıxımdır. Soyuq sıxımın yanma temperaturası aşağıdır. Yəni ona deyirlər tüstülənmə nöqtəsi aşağıdır. Məsələn deyək ki, zeytun yağı soyuq sıxım 105 dərəcədir. Tavada yanır. Ona görə də tavaya vurula bilərsiniz kərə yağı, quyruq yağı. Soyuq sıxım yağlar çox faydalı yağlardır, amma onlar salatın üzərinə əlavə olunub qəbul oluna bilər. Ya başqa bir qidanın hazır olandan sonra üstünə əlavə olunub qəbul olunur. Yağlar çox faydalıdır. Enerji mənbəyi kimi, məsələn bir misal deyim, belə bir xəstələr var, epilepsiya xəstələri və başqa nevroloji. Onlar üçün hazırlanan bir diyeta növü ketogen diyeta. Əsasən ilkin olaraq ketogen diyeta epilepsiya xəstələri üçün hazırlanıb, sonra mədə-bağırsaq da pasientləri, başqa pasientlər qəbul olunur. Edir onu. Keto pəhrizi deyilir. Keto pəhrizi, bəli. O orada üstünlük yağlara verilir. Enerji mənbəyi kimi yağlar. Siz yağlardan da, çörəkdən də imtina edə bilmərsiniz. Ona görə ki, orqanizm enerjisi qalacaq. Enerjisi qalan dövrdə orqanizmdə olan zülalları parçalamağa başlayır. İnsan arıqlayır, zəifləyir. Ona görə də mütləq olaraq enerjisiz idarə edə bilmərsiniz orqanizmi. Ən yaxşı növdə o baxımdan yağlardır. Qidalanma xaşı da, pitisi də, quzu əti də yağlı qəbul olunmalıdır. Soyuq sıxım yağlar salatlarla qəbul olunmalıdır. Qazan yeməkləri deyək də ona. Bəli. Qızardılmış bu fast foodlar, tavada bişən yağlı qidalardan daha çox, məsələn qazanda bişən dediyiniz kimi buğda bişən yağlı qidalar daha faydalıdır. Bəli, fast foodlardan ümumiyyətlə söhbəti açmağa düşünürəm dəyməz. Ona görə ki, onlar rasiondan tam xaric olunmalıdır. Onlar qida deyil. Nə tərkib bəllidir, nə yağlar bəllidir orada. Orqanizmdə böyük miqdarda göbələk və başqa mikroblar. Yəni ki, bu təkcə söz deyil. Praktikada biz mikrobları əkirik və baxırıq. Və ona görə də praktikada da çox ziyanı var. Ona görə də biz yığışdırmalıyıq. Yağlı yemək yeyilməlidir. Rasionumuzu belə deyək, rasionumuzu bölüşdürək. Nədir? Çörək un məmulatı çıxardırıq. Makaronlar və məhsullar çıxardırıq. Bişmələri çıxardırıq. Süd qatıq, yoğurtları çıxardırıq. Nə qalır? Kənd döyüsü qalır. Kənd döyüsü qalır. Azərbaycanın özündə istehsal olunan düyü qalır. Qreçka qalır, bulğur qalır, perlovu qalır, lobiyalar qalır, fasulyalar qalır, mərcilər qalır. Qarnir yeyilməlidir. Ət məhsulları istədiyiniz təbii ət məhsulu istifadə edə bilərsiniz. Ziyansız ət məhsulları, yəni ki, kənd toyuğu, mal əti, quzu əti, hinduşka əti istifadə edə bilərsiniz. Heç bir problem yoxdur. Tərəvəz mütləqdir. Tərəvəzsiz bağırsaqda xeyirli mikrob inkişaf eləməyəcək. Qəbizlik yaranacaq. Qəbizlik niyə yaranır? İnsanlar düzgün riayət etmir. Və yağa gəldikdə yenə də əsas bir nömrəli faydası yağlı yemək istifadə olunanda öd işləməyə başlayır. Çörəklə, dənli bitkilərlə öd işləmir. Və o insanlarda öd durğun olur. Sonra daş əmələ gəlməsi, köp əmələ gəlməsi, qəbizlik və bütün çepoşka və xanımlarda, kişilərdə biraz fərqli xəstəliklər yaranır. O proses zobacan gəlir. Çox yağlı yemək də mən bildiyim qədərilə ödə zərərlidir. Həzm eləmək qabiliyyətində olmalıdır orqanizm. Ümumiyyətlə, yeməyin həcmi böyük olmalı deyil. Oruc insanı tutur və sonra böyük miqdarda yemək yeyir, yəni ki, onun məzmunu qalmır. Orucun bütün məzmunu itir. Məzmun olmalıdır. Elədiyin addımda məzmun olmalı. Məzmun yoxdursa, onu eləməyin heç bir faydası yoxdur. Oruç tutan zaman halsızlıq və baş ağrısı kimi problemlər yaşayır əksər insan. Bu problemin önünə keçmək üçün nələr edə bilərlər insanlar? İlkin olaraq çərəzlər mütləq olaraq qəbul olunmalıdır. Baş ağrıların özəyində duran problemlər əzəllərin çox vaxtı yığılmasıdır. Boyun, kürək əzəllərin yığılmasıdır. Ümumiyyətlə, əzəllərin yığılıb açılmasında mineralların böyük rolu var. Burada kalsiumdur, maqneziumdur, əsasən böyük maqneziumdur, kaliumdur, kalsiumdur. Bütün proseslər orada olur. Minerallarla zəngin olan çərəzlərdir. Çərəzlər mütləq olaraq yeyilməlidir. Halsızlıq yaranırsa, o deməkdir ki, ilkin mərhələdə yarana bilir.
Yəni ki, adam adaptasiya olunmayıb, bütün il boyu nə istəyib yeyib, birdən-birə gəlir, mən oruç tuturam. Yəni ki, biraz əvvəlki dövrdə orqanizmi hazırlasa daha yaxşı. Aradan bir az qalmaqla, aradan bir gün, məsələn, həftədə bir gün ya olsun, ayda bir-iki dəfə olsun ki, bitkilərlə zəngin qida ora əlavə oluna bilir. Məsələn, yumurta, pendir, bu rasiondan həftədə bir gün bədəni təmizləmək, azad olmaq. Onu əvvəldən istifadə eləmək lazım ki, orucu rahat keçirə biləsən. Oruç tutan şəxsləri ən çox narahat edən problemlərdən biri də bağırsaqda yaranan köp, qaz, ümumiyyətlə qəbizlik məsələsidir. Bu ay müddətində, yəni Ramazan ayında bu problemlərin önünə keçmək üçün nələr edə bilərik? Orucluq zamanı qidalanmada ilkin olaraq qeyd elədiyim kimi mütləq olaraq köp yaranırsa, köp nədir? İlkinin məzmunu nədir? Qida həzm olunmur, çürüyür bağırsaqda və qaz əmələ gəlir. Bağırsağın özündə deyil, qidanın çürüməyi nəticəsində qaz əmələ gəlir və köp qəbizlik bərabər olan, ödün yaxşı işləməməsi, ödün yaxşı ifraz olunmaması məzmundadır. Ödün yaxşı işlətmək üçün birinci yağlar mütləq olaraq, ikinci tərəvəz mütləq olaraq olunur. Yəni ki, düzgün qidalanma qoyulubsa, heç bir problem yoxdur. Və ola bilər ki, insanın iftar zamanı böyük miqdarda qida qəbul olunmasıdır. Yəni ki, yeməyimiz belə deyil. Səhər var, günorta var, axşam var. Siz yemədiyiniz orucluq zamanı qidanı səhər, axşam yeməyinə ata bilmərsiniz. Onun məzmunu itir. Bir halda böyük miqdarda yeməyi öd ifrazatı çatdıra bilmir ki, tam yeməyi həzm eləsin. Və orada məmulatında yığışdırmaq lazımdır mütləq. Onda köp, qəbizlik olmur. Bitki lifləri ilə zəngin eləyin və yağlı yeməyi əlavə edin. Köp olmayacaq. Oruç tutan şəkərli diabet, təzyiq xəstələri və bir də ki, mədə bağırsağında problem olan şəxslər bu dövrü rahat keçirmək üçün nələr edə bilərlər? İlkin olaraq mədə bağırsaq xəstələri. Mədə bağırsaq xəstələrinin aktiv xoralarda oruc saxlamaq olmaz. Qalan xroniki pasientlər istifadə eləyə bilər. Əsasən də çəkisi yuxarı olan insanlar əla tətbiq eləyə bilər. Əvvəlki dövr maraqlıdır. Orucluqdan əvvəl bəzi hallarda hazırlaşmaq lazımdır. Aradan bir ac qalmaq lazımdır. Aradan bir ağır qidalardan imtina eləmək lazımdır. Bədən bu mərhələyə rahat hazırlansın. Birdən-birə bu mərhələyə keçmək düz deyil. Pasientlər var ki, indi hal-hazırda müalicə olunurlar və zəng eləyirlər ki, oruc tuta bilərəmmi? Bu pasientlərdə biz interval qidalanma etməyəcək deyərək insanlar az qalmağa vərdişdilər və ona görə də onlarda heç bir problem olmur. Qalan pasientlərdə ağır problemlər varsa yenə deyirəm, istifadə etməsinlər. Problemlər yoxdursa, düzgün qidalanma, çörəkdən, məmulatlardan imtina eləsinlər. Şəkərli diabet xəstələrində birinci tip şəkərli diabet, onlar insulin vururlar, yəni ki, tövsiyə olunmur. İkinci tip şəkərli diabetdə həkim nəzarəti tələb olunur. Ya da ki, insan daimi şəkərini ölçməlidir. Amma onlarda düzgün riayət edirlərsə, şəkəri çox qəşəng formada aşağı salır. Həmçinin də təzyiq xəstələri. Ona görə ki, təzyiq xəstələri təkcə biz düşünürük ki, təzyiq xəstələri böyrək problemi var, insanda təzyiq var, yaxud da nevroloji problem var. Yox. Təzyiqin böyük səbəbləri daxili orqandır. Fikir vermisinizsə, insanlar deyir ki, yağlı yemək yedim, təzyiqim qalxdı. Yeməkdən sonra təzyiqim qalxır. Yeməkdən sonra keçəndən sonra, bir neçə saat keçəndən sonra köp yığışır, təzyiqim stabilləşir. Daxili orqanlarla da bağlılıq var. Bağırsaqda köp mikrofonu sönükür və təzyiq stabilləşməyə başlayır. Ona görə də istifadə eləyə bilərlər. Ağır xəstələr təbii ki, öz həkimindən məsləhətləşməlidir. Yəni ki, spesifik bunda olan prosesləri nədir, ona görə uyğunlaşmalıdır. Oruç tutan şəxslərin bəs fiziki aktivliyi necə olmalıdır? Onların idmana getməsinə necə baxırsınız? Açığı deyim, idmana getməsi orucluq zamanı mən məsləhət görmürəm. İnsan orqanizmi əvvəldən vərdiş yaradıbsa, o problem deyil. Amma ki, idman zamanı enerji yanır və şəkərin miqdarı qanda aşağı düşməyə başlayır. Ona görə də problemlər olmasın deyərək və təkcə idman yox, ağır işlə məşğul olan insanlar, daimi böyük, yüksək aktivliyə malik olan insanlar, onlar hesablamaq çətindir. Nə qədər enerji lazımdır, acanda nə edeyim, enerji düşəndə nə edeyim, şəkər düşəndə nə edeyim, ona görə də onlar orta hərəkət lazımdır. Amma tam oruc zamanı bəzi insanlar yataraq keçirilir. Özləri üçün bir komfort şərait yaradırlar və təbii ki, komfort şərait. Amma
aktivlik olmalıdır. Yenə də orta səviyyədə aktivlik olmalıdır. Həmin dövr böyük bir proyektlər, böyük bir planlar salmaq düz olmaz. Oruç tutan şəxslər üçün istəyərdim ki, iftarda, imsaqda nələrə diqqət etsinlər, nələr yesinlər, bu barədə danışasınız. İlkin olaraq əvvəl qeyd elədiyim kimi, mütləq olaraq yeməyin içindəki kaloriyaya fikir verilməlidir. Mütləq olaraq. Burada yağlı yeməkdir, burada zülaldır, yəni ət məhsullarıdır və paralel olaraq dənli bitkilərin birini seçib yemək. Amma hər dəfə eynisini yox. Bir dəfə düy yeyilirsə, bir gün bulğur yeyilirsə, bir gün mərci yeyilirsə, fərqli-fərqli. Yemək fərqli olmalıdır. Bir növ yemək olmalı deyil, mütləq olaraq. Duzun istifadəsi minimuma endirilməlidir. Un məmulatları minimuma endirilməlidir. Olmasa susuzluq problemi yaşanacaq və mütləq olaraq bitki lifləri olmalıdır. Və təbii ki, burada da böyük əsəbə fikir verməlidirlər. Ona görə ki, əsəb olan yerdə həzm prosesinin gedişatı fərqli olur. Bəzi yerlərdə də öd yollarında da əsəb həm mədədə ağrı yarada bilir, həm öd yollarında spazm yarada bilir. Ona görə də mütləq olaraq qida natural. Stolun üstündə heç bir əlavə, başqa bir butulkada rəngli içkilər olmalı deyil. Böyük bir səhvdir. Oruç tutursunuzsa və məqsədiniz sağalmaqdırsa, saflaşmaqdırsa, yəni ki, təbii məhsullardan saflaşın. Süni məhsullardan saflaşa bilməzsin. Və yenə də bir əvvəldə dediyim kimi, mənim düşüncəmdə orucun məqsədi, əsas məqsədi nəfsə idarə etməkdir. Öyrənməkdir ki, nəfsü idarə eləyə bilərsən. Nəfsü idarə eləmək yox. Onun nəticəsində sən zülmlərlə, yəni ki, o oruz deyil. Siz ona psixoloji olaraq da hazır olmalısınız ki, mən bundan imtina edirəm, filan dövrdə qida yemirəm. Və öyrənməliyəm ki, hər bir şey yeməyim. Harda gəldi yeməyim. Nə ziyanlı bir şey oldu, qoxulu, yaxşı bir qoxulu oldu yeməyə öyrənməlisən. Çox sağ olun, təşəkkür Siz də sağ edirik. olun. Məncə çox maraqlı bir müsahibə oldu oruç tutan şəxslər üçün, dəyərli izləyicilərimiz üçün. Son olaraq bizim izləyicilərimizə nə tövsiyə edərdiniz? Allah orucunuzu qəbul eləsin, demək istəyirəm. Mütləq olaraq qidalanmanın növünə fikir verin. Növünə fikir verin. Yəni ki, həmişə natural, qida natural olmalıdır. İnsan natural qida qəbul eləməlidir. Suallar olanda və axtaranda təkcə internet deyil, onun üçün cavabları canlı təbiətdə görə bilirik. Bəzi hallarda insan yediyi yeməyi başqa canlılar yemir. Çox heyf ki, insan indi yemək tərəfdə hansı yeməkdən yaxşı qoxu gəlirsə, yaxşı görkəmi varsa, fikirləşməyərək nədən hazırlanıb, necə də yeyir. Qidaya fikir verin, naturallığına fikir verin və ac qalmağa vərdiş eləyin. Nəfsi idarə eləməyə vərdiş eləyin. Onda heç bir problem olmayacaq. Çox sağ olun, təşəkkür edirik. Belə dəyərli dostlar, dəyərli izləyicilər, növbəti müsahibəmizdə yenə fərqli bir mövzuda qarşınızda olacağıq. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı da bəyənməyi unutmayın. Suallarınız da varsa, cəhd bölməmiz açıqdır, buyurub yaza bilərsiniz. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək. Hələlik.